26 həftəlik hamiləyəm. Dünən qohumların uşağı qaçaraq biraz sürətlə qarnıma dəydi. Çox qorxuram, nəsə olarmı? Göbəkdən sol tərəfə dəydi, uşağın başı da o tərəfdə idi. Uşağın beynində silkələnmə olmaz ki, doktor. Hamilə qadınlardan çox sıx eşitdiyimiz və çox panika yaradan bir durumdur. Hamiləlik dövründə yüngül travmalar, hamilə qadının yıxılması, qarnından nəsə dəyməsi və s. Hörmətli hamilə qadınlar, sualınızın cavabı budur ki, əksər hallarda belə kiçik travmalar hamilə qadının uşağına heç bir zərər vurmur. Yəni, uşaq orada narahat olmayın. Tutaq ki, kimsə qaçdı, qarnınıza dəydi, uşağın başında silkələnmə olmaz. Əksər hallarda olmaz, əgər bu çox möhkəm bir travma deyilsə. Çünki uşaq orada döl yanı maye, döl qişası, uşaqlığın əzələ qatı, qarın divarının qatları, piyi qatı və s. ilə bir 6-7 dənə qatla, maye ilə qorunur. Və belə kiçik travmalar adətən uşaqda bir problem yaratmır. Yox, əgər travma əlbəttə ki, ciddidirsə, möhkəm yıxılmısınızsa, yıxılandan sonra bir ağrı, qanama və s. hiss edirsinizsə, o zaman mütləq həkimə gedin. Ümumiyyətlə, ürəyiniz bu travmadan sonra çox narahatdırsa, bir dənə həkimə gedin, ultrasəs müayinəsinə düşün, bununla da məsələ bitsin. Qorxmayın.